Bismillahirrahmanirrahim. Əziz və hörmətli izləyicilər, bu dünya bildiyiniz kimi fani dünyadır. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə buyurur, Kullu mən aleyhə fən. Yer üzərində hər bir şey fani olacaqdır. Yəni, elə bir şey yoxdur ki, o fani olmasın. Elə bir şey yoxdur ki, o tükənməsin. Yəni, belə desək, dünyada səni tərk etməyən nə var ki? Yəni, hər bir şey dünyada səni tərk edəcək. Və bəzən insan elə düşünür ki, fanilik ölümlə başlayır. Yəni, ölüm ona gəldikdə artıq hər bir şey fani olur. Amma əslində belə deyil. Fanilik bəzən səssizdə gəlir. Bir gün gücün gedir, bir gün mal dövlətin gedir, bir gün yaddaşın gedir, bir gün isə ölüm gəlir. Beləcə, gücün bitməsi ilə fanilik başlayır. İnsan özlü gücü saydıqda Allahı unudur, yəni Rəbbini unudur. Güc əldən çıxanda anlayır ki, əslində gücün sahibi özü deyilmiş. Sadəcə güc ona verilmiş bir əmanət imiş. Yəni, insanın gücü gedir, insan yaşlaşdıqca zəifləyir, gücü tükənir. Çünki insana verilən güc bir neymət idi. Və Allah Azza və Cəllə insanı yaşlandırdıqca onun gücünü alır, onun qüvvətin, qüdrətin alır. Və beləcə insanın gücünə fanilik gəlir. Bir zaman güclü olan şəxs artıq zəifləyir. Və buna görə də fanilik insana səssizcə gəlir. Və bəzən insan bunu anlamır və bəzən insan bunu başa düşə bilmir. İkinci isə fanilik malın əldən çıxması ilə başlayır. İnsan var-dövlətlə özünü təhlükəsizlik hiss edir. Amma bir hadisə kifayət edir ki, illərin zəhməti bir anda silinsin. Çünki Allah Quran-ı Kərimdə buyurur ki, Əl-məlu vəl-bənun zinətul həyatid dünya. Çünki mal-dövlət, övlad-uşaq dünya həyatının bərbəzəyidir, dünya həyatının zinətidir. Yəni, malın və övladların əlindən çıxdıqda artıq sən dünyanı zinətli görməyəcəksən, dünyanı bəzəkli görməyəcəksən. Ona görə Allah Azza və Cəllə başqa bir ayədə buyurur ki, Mə indəkum yənfədu və mə indallahi bəq. Sizin yanınızda olan neymətlər tükənəcəkdir, Allah yanında olanlar isə əbədi qalacaqdır. Və bəzən dünya həyatı insanı aldadır, dünyanın var dövləti insanı aldadır və elə düşünür ki, var dövləti olduğu təqdirdə o güclü olacaq, o qüdrətli olacaq və qüvvətli olacaq. Və beləcə anlamır ki, dünya malı fanidir, dünya malı bir zaman gələcək, onun əlindən çıxacaq. Yəni, dünya onu aldadır. Necə ki, Allah buyurur, وَمَا الْحَيَاتُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ. Dünya həyatı aldadıcı ləzzətdən başqa bir şey deyil. Dünya həyatı insanı aldadır. Və fanilik beləcə insanın malın əlindən almaqla gəlir. Üçüncü isə yaddaşın səni tərk edir. Çünki ağıl da sənin deyil. O da geri alınan fani neymətlərdəndir. Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, وَمِنْكُمْ مَنْ يُرَدُّ إِلَى أَرْزَلِ الْعُمْرِ لِكَيْ لَا يَعْلَمَ بَعْدَ عِلْمِ شَيْئًا. Sizlərdən bəziləri vaxtı ilə bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılır. Yəni, insan qocaldıqca hər bir şey unudur. Bir zaman bildiyi şeyləri unudur. Elmi onu tərk eləyir. Və Allah ona görə insana bu bildirir ki, Quran-ı Kərimdə, ey insan, bir zaman bildiyin şeylər də səni tərk elədi, yaddaşın da səni tərk elədi, ağlın da səni tərk elədi. Yəni, sənin ağlın da fanidir. Ona görə əziz müsəlmanlar, əziz izləyicilər, fanilik bəzən səssiz gəlir, amma sən bunu sezmirsən və bunu anlamırsan. Sonra isə faniliyin zirvəsi ölüm gəlir. Ölüm səndən hər şeyini alır. Ən sevdiklərini alır. Yaxınlarını alır. Öz canını alır. Elə bir şey yoxdur ki, ölüm onu səndən almasın. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə Cibril əleyhissalam nəsihət edəndə deyir ki, ey Mühəmməd, nə qədər yaşayırsan yaşa,
bil ki öləcəksən. Çünki insan övladı ölümə məhkumdur. Allah Quran-ı Kərimdə buyurur ki, hər canlı ölümü dadacaqdır. Yəni, harada olursunuz olun, ölüm sizə yetişəcəkdir. Həqiqətən ölüm ən əzəmətli nəsihətlərdən biridir və faniliyin zirvəsidir. Və bu xüsusda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, insanla birlikdə qəbrə 3 şey gedər. Ailəsi, malı, əməli. İkisi qayıdar, biri qalar. Qalan isə onun əməlidir. Yəni, sənə qalan əməlin olacaqdır. Allah Quran-ı Kərimdə buyurur ki, Əl-bəqiyyə vəl-bəqiyyətus salihatu xeyrun ində rabbikə thəvabə. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirlidir. Yəni, əziz müsəlmanlar, əziz izləyicilər, bu dünyada səni hər şey tərk edəcək 2 şeydən başqa. Bir imanın, ikincisi isə əməlin. İman və əməlin səni heç vaxt tərk edəməyəcək. Ən sevdiklərin səni tərk edəcək, amma imanın və əməlin səni tərk etməyəcək. Sonda isə fanilik unudulmaqla tamamlanacaq. Bəlkə də ən ağır fanilik budur. İnsan torpağa gedir, sonra xatirələr, sonra isə tamamilə unudulur. Yəni, yer üzərindən izin, tozun silinir. Necə ki, Allah Quran-ı Kərimdə buyurur, Kəən ləm yəğnə fiyhə. Sanki onlar orada heç yaşamayıblar. Və beləcə insanların xatirəsi də fanidir. Ona görə əziz müsəlmanlar, bilin ki, bu dünya fani dünyadır. Necə ki, Allah buyurur, Kullu mən aleyhə fən. Orada olan hər bir şey fani olacaqdır.